Salamlar, Sübhan Rizayev. Dünən Zəfər günü idi, 8 noyabr. Hamını təbrik edirəm. Bugün Avropada ikinci yer tutdum. Çox istəyərdim birinci yer olsun. Son saniyədə buraxdım halı, öz səhvimlə buraxdım. Amma eybi yox. Söz verirəm, gələn dəfə Avropa çempionatında qızı götürəcəm. Bugün 9 noyabr bayraq günüdür. Qələbənin bütün şəhidlərimizə ruhuna həvz edirəm. Mən bu uğurumda payı olan insanlara təşəkkür eləmək istəyirəm. Milli komandanın baş məşqçisi İlkin Şahbazov, Ziya müəllim, şəxsi məşqçim Alman Taekwondo klubunun direktoru Zahid Nadirova təşəkkür edirəm. Sonra Nigar müəllimə təşəkkür edirəm, Rəşid müəllimə, Agü müəllimə, Həcər müəllimə, Ələkbər müəllimə hamısına təşəkkür edirəm. Valideynlərimə də təşəkkür edirəm, mənə güvənirdilər, mükafat oldu. Çox sağ olun ki, mənə güvənirdiniz.